Xalq artisti Mələkə Əsədovanın 59 yaşı tamam olur. Axşam.az xəbər verir ki, aktrisa ürək sözlərini izləyiciləri ilə bölüşüb. Yeni yaşın mübarək olsun, xoş gəldin. Allahıma sonsuz şükürlər olsun ki, bu yaşımı görməyi mənə qismət etdi. Çox şükür ki, sağlam ruhla, bədənimlə bu yaşıma çatdım. Hər yaşımı sevirəm, özümü, həyatı çox sevirəm. Əqidəmlə, insani keyfiyyətlərimlə yaşamağı sevirəm. Doğulduğum ayı da, günü də çox sevirəm. İçimdəki uşaq ruhlu, təmiz mələkənin qəlbini sevirəm. Doğmalarımı hədsiz sevirəm. Sadiqliyimi, yaşadığım torpağımı sevirəm. Səhnəni, obrazlarımı, məni alqışlayan tamaşaçılarımı sevirəm. Allahımı, insanlığı sevirəm. Deyə Mələkə Əsədova paylaşımında yazıb. Qeyd edək ki, Mələkə Əsədovanın Gülər adlı bir qız övladı var.